O sənə qarşı səmimidirmi? Dürüsttürmü? Nə üçün səninlə yaxınlıq, dostluq etmək istəyir və yaxud da ki, onunla münasibəti davam etdirsən, sənin üçün xeyirlidirmi? Gəl buna baxaq. Fikrində bir insan var. Bu münasibətlə əlaqədar deyil. Sadəcə belə bir müştərilərimdə daima belə bir şey olur və bunu bəzən kollektiv açılımlara yönəltmək istəyirəm. Bir insan var. Lazımsız səmimiyyət qurmaq istəyir səninlə, səmimiyyət qurmağa çalışır, amma içində bir şübhə var, nəsə güvənsizlik var və əmin olmaq istəyirsən. Niyyəti nədir, nə üçün sənə yaxınlıq etmək istəyir və onunla həqiqətən də yəni yaxınlığını qəbul etsən, söhbət dostluqdan, tanışlıqdan gedir. Yəni münasibət, sevgi, romantika bunlardan getmir. Sənin üçün xeyirlidirmi? Gəl baxaq. Fikrindəki insan, birinci ona baxaq. Özü necə bir insandır? Müsbət tərəfləri nədir? Mənfi tərəfləri nədir? Gəl birinci buna baxaq. Özü necə bir insandır? Xarakter olaraq. Xarakter olaraq burada belə deyim də, mənim sözüm sözdür, mən hamıdan yüksəkdəyəm, mən qalibəm, mən uğurluyam, mən şanslıyam. Biraz belə deyim də, qalib enerjisində özünü daima motivasiya eləyən, özündən yüksək fikirdə olan bir insandır. Belə deyək, yəni həqiqətən də belə biridirmi? Yəni həqiqətən də belə biridirmi? Xeyr. Əksinə belə biri deyil, sadəcə bu insan maskalanır. Yəni insanlara özünü belə təqdim etməyi sevir. Mən beləyəm, mən eləyəm, yəni özü haqqında yüksək fikir yaratmağı sevir. Lübit себе преподнести, belə bir şeydir. Müsbət tərəfləri nədir o insanın? Müsbət tərəfləri sosial olmağıdır. Müsbət tərəfləri belə deyim, daha çox yəni insanlarla iletişimi çox asanlıqla qura bilir bu insan. Çox asanlıqla, istədiyi ortamda, istədiyi insanlarla münasibət qura bilir, amma dayaz iletişimdir bu. Yəni sadəcə olaraq bu insan bugün bununla danışmaq istəyirsə, bugün bu insanla fikirləşir ki, mən o insana yaxın olacağam, onu bacarır. Yəni bu bacarıqları var. Amma bu özünə aiddir. Başqa bir müsbət tərəfi varmı? Müsbət tərəfləri nədir o insanın? Mən sənə deyim ki, hazırda o insanın bir də ki, yaxşı maddi cəhətdən və yaxud da ki, uğurlu bir insandır. Yəni maddiyyatı qazana bilirdi. O da bir dönəm olubdu. Hazırda yəni maddiyyatla əlaqədar da ola bilsin ki, əvvəl kim deyil və ya hazırki dövrdə ola bilsin, sıxıntıları var. Belə bir insandır bu insan. Gəl baxaq, mənfi tərəfləri nədir? Mənfi tərəfləri nədir bu insanın? Mənfi tərəfləri belə deyim də, daima özünü jertva modunda, daima özünü qurban modunda göstərməyi sevir və özü də daima yəni qurban moduna keçməyi sevir və həmçinin də tez-tez motivasiyası düşən bir insandır bu insan, həyat eşqi düşən bir insandır və insanlardan tez soyuyan bir insandır. Məsələn, duyğusal cəhətdən və yaxud da ki, münasibət cəhətdən tutaq ki, belə bir insandır. Səndən çıxarı var, səninlə dostluq eləyir, sonra və yaxud da ki, səninlə iş yoldaşındır məsələn, sənə yaxınlaşır, səndən çıxarı var, istifadə edir, sonra uzaqlaşır. Yəni, bunun bütün göstərişləri dayazdır. Bax, belə bir insandır. Yəni, insanların onun üçün önəmi yoxdur. İnsanların onun üçün necə faydalı olmağı onun üçün önəmlidir bu insan. Gəl baxaq, sənə qarşı hazırda hansı enerjidədir? Səninlə əlaqədar fikirlərin nədir və niyə səninlə, belə deyim də, tutaq ki, deyirik ki, addım atmaq istəyir, tutaq ki, görürsən, aşırı səmimiyyət eləyir, dostluq yaratmaq istəyir. Niyə səninlə dostluq qurmaq istəyir? Sənə qarşı hansı enerjidədir? Bu insan səni çözə bilmir konkret olaraq və sən bu insan üçün çox güclü bir natura kimi görünürsən. Və bu insan düşünür ki, o göründüyü kimi deyil. Mən onunla səmimiyyət quracam və mən isbat eləyəcəm ki, o belə biri deyil. Belə bir enerjidədir və həmçinin özünü səndən daha üstün hesab eləmək istəyir. Görür sənin üstün olduğunu, amma yenmək istəyir sanki. Yəni, burada mən normal bir münasibət görmürəm, səmimiyyət də görmürəm. Yenə də baxaq. Sənin haqqında hansı fikirdədir?
Fikirləri isə odur ki, o çox uğurludur, o çox şanslıdır, o istədiyini əldə edən bir insandır. Həyatında hər şeyi yerindədir, hər şeyi həyatında istədiyi kimi baş verir. Yəni bu insan bir yıxılır, sonra görürsən bir yüksəlibdir. Yəni belə bir paxıllıq hissi var. Yəni belə deyim, bəlkə də bu sənin gizlin fanatın ola bilər. Daxilən gizlin fanatındır, amma bir var, belə deyim də o insana hörmət eləyəsən, bir də var ki, deyəsən ki, o niyə elədir? Elə olmalı deyil. Yəni biraz içində xislət, biraz yox, içində xislət var. Çünki səni çox uğurlu, çox şanslı və любой situasiyalardan belə deyim də çıxan biri olaraq görür. Okay, niyə səninlə səmimiyyət qurmaq istəyir? Niyə səninlə dostluq qurmaq istəyir? Birincisi bunu özünə hədəf seçibdir. Niyə hədəf seçibdir? Gəl baxaq. Niyə səninlə dostluq qurmaq istəyir və bundan gözləntisi nədir? Gəl baxaq, niyə dostluq qurmaq istəyir? Aha. O sanki səndən istifadə etmək istəyir hansısa bir qalibiyyətində. Ya ola bilsin ki, tutaq ki, iş ortamındasansa, o ortamda sənin sözün mü keçərlidir və yaxud da ki, tutaq ki, sən daha uğurlusan, uğurunun sirrini öyrənmək istəyir ki, səni yensin. Bir var səndən öyrənsin, irəli getsin, sənə zədə vurmadan. Bir də var ki, səni yenmək istəyir. Yəni bu insan yaxşı xislətli biri deyil. Və ona görə də bu istəyir ki, bu istədiyi bir məsələ var. O alınmır və o alınmayan məsələsində də günahı səndə mi görür və yaxud da ki, o alınmayan məsələsinin çıxış yolunu səndə görür ki, aha, o mənim yanımda olsa, mən bu məsələni həll eləyəcəm. Bax, belə bir şey görür, amma hələ ki istəyinə çata bilmir. Çünki mən görürəm ki, heç yaxın buraxmırsan o insanı. Yəni, belə deyim də, sən güvənmirsən o insana. Okay, gəl baxaq. Çıxarı nədir? Gözləntisi nədir? Oy, buradan çıxarı, maddi çıxarı da var burada. Burada enerji çıxarı da var. Yəni, belə deyim, bu insan demək ki, ola bilsin ki, enerji vampiridir və yaxud da ki, elə insanlar var ki, özləri boş bir qutudurlar və ancaq ətrafdakı insanların enerjisindən, uğurunla, şansınla qidalanan insanlardılar. Belə bir şey görürəm. Ona görə də onun əvvəl qidalandığı kimlər olubsa, kim olubsa, o insan bundan uzaqlaşıbdır, qidasız qalıbdır və səninlə təkrardan hansısa bir, belə deyim də, qidalanmaq istəyir. Çünki özü sıfırdadır. Gəl baxaq yenə də. Baxaq. Bu dostluqda sənə qarşı necə davranmağı, tutaq ki, sən ona yaxınlıq verdin, tutaq ki, yaxın buraxdın, sənə qarşı hansı addımı atmağı planlayır, sən onu yaxın buraxdıqdan sonra, sənin üzərində güc qazanıb, okay, sənin üzərində güc qazanmaq, bir etap, ona lazım olduğu yerə qədər səninlə, belə deyim, istifadə etmək, dostluğundanmı, varlığındanmı, sözündənmi, işindəki, tutaq ki, həyatındakı statusundanmı, ondan sonra yəni səni belə deyim də, yenmək, belə deyim. Tutaq ki, səninlə dostluq elədi, istədiyini aldıqdan sonra necə davranacaq? Tutaq ki, dostluq elədin, yazığın gəldi, yaxın buraxdın, səninlə necə davranacaq? Sonra sənə qarşı hansı addım atacaq? Sənə qarşı bir oyun qurmağa çalışacaq, davamlı şəkildə bir oyun, səni sıradan çıxartmağa çalışacaq, səni gözdən salmağa çalışacaq və sənin bütün yollarını bağlamağa çalışacaq. Həmçinin bu insanın magiya gücü də var, mən sizə deyim ki, və yaxud da ki, kiməsə iş gördürə də bilər. Yəni, bu sadəcə olaraq eləcə sən onun üçün qəşəng hədəfsən bu. Tamam, o insanı özündən uzaqlaşdıra biləcəksənmi? O insanı özündən uzaqlaşdıra biləcəksənmi? Hədəfi başqasına keçsin, uçsun səndən. Yəni, zaten sən onu uzaq tutursan, zaten istədiyi, nə bilim, manipulyasiyalar da eləyə bilər, addımlar da ata bilər, ay, nə bilim, bundan yaxşı insan yoxdur. Başqaları vasitəsilə də sənə, belə deyim də, yaxınlıq etmək istəyə bilər. Tutaq ki, sənin həmin kollektivdə və yaxud da ki, hər nədirsə, onlarla sənin o kollektivdə sənin haqqında danışaraq, sənin gözündə qalxmaq istəyə bilər. Amma bir müddət sonra, tamam, istədiyini almadıqda nə edəcək? Səninlə əlaqədar hansı addım atacaq? İstədiyini əldə etmədikdən sonra başqa bir hədəfə yönələcək. Görəcək ki, burada o deyil. Bu qədər. Yəni, burada heç soruşmaq lazım deyil. Xeyirlidirmi, xeyirli deyilmi? Aldım, qəbul edəm, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.